sadəcə çətinliklərimizi, mənəvi ağrılarımızı aradan qaldırmaqla bağlı deyil. O həm də gerçəkliklə olan münasibətimizi yenidən inşa etməklə bağlıdır. Hansı ki, hisslərimizi, emosiyalarımızı, baş verən hadisələri paylaşmaq əlbəttə ki, terapiyanın çox önəmli bir hissəsidir, lakin əsla tamamı deyil. Çünki ən təməldə terapiya insanın qarşılaşdığı hadisələrə, yaşadıqlarına, ümumiyyətlə həyata qarşı baxış bucağını dəyişdirməyə. Bu səbəblə də biz sadəcə hisslər üzərində deyil, həmçinin düşüncə strukturları üzərində də işləyirik. Burada həyatın mənası, gerçəklik, doğru, yanlış, sevgi kimi anlayışlara münasibətimiz üzərində dərin şəkildə düşünür və onları yenidən formalaşdırır. Məhz bu səbəblə də terapiyanın mərkəzində hər zaman fəlsəfə dayanır. Çünki terapiya insana öz varlığı, reallığı, təcrübəsi üzərində düşünməyi, yəni fəlsəfə etməyi öyrədir. Beləliklə insan bu prosesdə sadəcə sağalmır, öz düşüncəsini, öz baxışını, reallıqla əlaqəsini yenidən formalaşdırır. Bu mənada yaxşı terapiya dediyimiz şey bizi rahatladacaq, yaxşı hiss etdirəcək, terapiyadan daha çox bizi gerçəkliyə çəkəcək, zamanında və qədərində bizi gerçəkliklə üzləşdirəcək və gerçəkliklə baş edə bilmə gücünü bizə qazandıracaq olan terapiya.